Hər vaxtınız xeyir dostlar. Bildiyiniz kimi bugün TikTokda Arzum ləqəbilə tanınan İldüzə Hacıyevanın apellyasiya şikayəti üzrə ilkin baxış icrası keçirildi. Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi keçirilən prosesdə şahidlər dindirildi. Ümumiyyətlə bu məhkəmənin detalları barədə ayrıca bir reportaj hazırlayıb sizlərə təqdim edəcəm. Ancaq bir məsələni vurğulayım ki, Arzum ləqəbli TikToker ev dustaqlığı qərarı dəyişdirilmədi. O yenə də ev dustaqlığındadır. Sonraki mərhələlərdə artıq tam yekun olaraq qərar veriləcək ki, onun ev dustaqlığı qəti imkan tədbiri dəyişdirilsin və yaxud da dəyişdirilməsin və yaxud da məntəqə tipli olsun və yaxud da ki, bəraət olsun. Bu hökm zamanı məlum olacaq. Bu bir. İkinci tərəfdə şahidlərə ifadə verildi. Ən önəmli məqamlardan biri də ötən gün inzibati qaydada 10 sutkalıq həbs edilən Müjgan Məmmədzadə yenidən məhkəməyə dəvət olundu və o şahid qismində ifadə verdi. Bu özü də bir çox qəribə bir mənzərə idi. Nəysə, ifadə verdi və digər şahidlər də ifadə verdi və təqsirləndirilən şəxsin, yəni Arzumun vəkili Hikmət Əliyev vəsadət verdi və o vəsadət təmin edildi. Belə ki, hadisənin şahidi olmuş 2 nəfər əlavə şahid qismində məhkəməyə dəvət edilməsi ilə bağlı qərar qəbul edildi və onlar da ifadə verdilər. Yenə deyirəm, səhifəni izləmədə qalın, daha detallı məlumatları sizlər üçün paylaşacağım.